Oturaq işdə işləyənlərin nəzərinə PLOS One jurnalında dərc edilən xəbərə görə nəticələr onu göstərir ki, 8 saat və ya daha çox oturan insanlarda dementiya riski təxminən 1/3 qədər artır. Ümumilikdə isə uzun müddət hərəkətsiz qalmaq demensiya ehtimalını 27% yüksəldir. Araşdırmada 35 yaşdan yuxarı şəxslərin məlumatları təhlil olunub və əvvəlki 69 elmi tədqiqatın nəticələri nəzərdən keçirilir. Mütəxəssislər qeyd edirlər ki, müntəzəm fiziki aktivlik bu riski əhəmiyyətli dərəcədə azalda bilər. Belə ki, idmanla məşğul olan insanlarda demensiya ehtimalı 25% daha aşağıdır. Bundan əlavə gündə 7 saatdan az yatmağın da risk faktorlarından biri olduğu vurğulanır. Bu halda demensiya riski 18% artır. Tədqiqata rəhbərlik edən Ayinkunle Oye Somefen bildirib ki, fiziki aktivlik və keyfiyyətli yuxu yalnız gündəlik enerji səviyyəsinə deyil, həm də uzun müddətli beyin sağlamlığına birbaşa təsir göstərir. Mütəxəssislər daha sağlam həyat tərzi üçün hərəkətli həyat tərzi keçirməyi və kifayət qədər yuxunu əsas şərtlərdən biri kimi tövsiyə ediblər.